Salam, sabahınız xeyir, hörmətli tamaşaçılar. Gününüzün uğurlu olacağına inanırıq. İdman kanalının bugünkü hissəli proqramında bir-birindən maraqlı rubrikalar və mövzular sizə təqdim olunacaq. Odur ki, gözünüz bizdə olsun. Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. İdman Səhərin bu həftə üçün nəzərdə tutulan sonuncu buraxılışı hal-hazırda efirdədir. Maraqlı rubrikalarımız, sujetlərimiz, qonaqlarımız var. Qarabağdan danışacağıq. Dünən Qarabağ UEFA Konfrans Liqasının play-off mərhələsində İlk oyununda qələbə qazanıb. Özdə kimi məğlub elədi? Genti. Genti. Belçika təmsilçisi Genti. Əslində deyim ki, Gentin də son vaxtlar vəziyyəti o qədər də ürəkaçan deyil Belçika çempionatında. Səhv eləmirəmsə, hal-hazırda 5-ci pillədə gedir. Buna baxmayaraq Bakıda pis təsir bağışlamadılar. Bilmirəm, Qarabağ əvvəlki Qarabağ deyildi, yoxsa Gent əvvəlki Gent deyildi. Hər halda 1-0 hesablı da olsa qələbə qazandıq. Bu qələbə münasibəti ilə bütün futbol sevərləri təbrik edirəm. Yavaş-yavaş yerimizə. Sən bilirsən də, oyundan sonra keçirilən mətbuat konfransında hətta Gentin baş məşqçisi də deyib ki, bərabər səviyyədə oyun göstərsək də rəqib qədər qol şanslarımız olmadı. Ona baxmayaraq ki, bəli, 3 qolu buraxıb bizim komandamız, amma eyni zamanda da bəs qələbəni qazana bilib. Bax, belə əslində qeyd edirəm, yəni Leandro Andrade'yə qədər Amir Şeydayev hesabı aça bilərdi. Penalti epizodu yaxalamışdı, ancaq bu penaltisini dəqiq yerinə yetirə bilmədi ki, sonda Leandro Andrade'nin vurduğu qol həlledici oldu, qarşılaşmanın taleyini həll elədi. Komandamızı səfərdə çətin cavab görüşü gözləyir. 1-0 hesablı qələbəni qoruyub saxlamaq lazımdır. Bunun üçün qarşıdakı 90 dəqiqəni də mübarizə aparmaq lazımdır. Ancaq qeyd elədiyim kimi, Qarabağ əvvəlki Qarabağı xatırlatmırdı. Xüsusilə də oyunun əvvəlində, digər hətta ilk yarısında. Mən deyim ki, Abdullah Zubiri mən 14-cü dəqiqədə gördüm ki, Abdullah Zubir səndəmə meydandadır. Gentin kapitanı hətta qeyd etdi ki, Qarabağ ildırım sürəti ilə hücuma keçirdi. Yəni ona çatdırmırdılar. Və beləcə qeyd elədiyim kimi komandamız qələbə qazandı. Lazım olan əslində qələbə idi ki, bunun qələbəni də əldə elədik. Dünən Qarabağdan başqa digər oyunlar da keçirilirdi. Həm UEFA Avropa Liqasında, həm də UEFA Konfrans Liqasında. Nəticələrlə istəyirəm sizi tanış edeyim. Başlayaq elə Konfrans Liqasından. Qarabağın Genti 1-0 hesabı ilə məğlub elədiyi haqqında məlumat verdim. Bundan başqa qardaş ölkə təmsilçisi Trabzonspor da İsveçrənin Bazelini eyni hesabla məğlub elədi. Doğma azarkeşlər önündə. Bodo Glimt Polşa Lexi ilə oyunda qapılara ümumiyyətlə top vurulmadı. Fiorentina Portuqaliyada Braqanı 4 cavabsız qolla məğlub elədi. Bundan başqa Kipr təmsilçisi Ayek Larnaka Dnipro 1-i 1-0 hesabı ilə üstələdi. Lazio Sefer Cluj maçında da İtaliyalıların 1-0 hesablı qələbəsi qeydə alındı. Oyunlarda 1-0 hesablı qələbə qeydə alınıb ki, belə oyunlardan biri də Ludogorets Anderlecht maçıdır ki, Balqaristanlılar qələbəyə sevindilər. Şerif isə Moldovada Serbiyanın Partizanına eyni hesabla, yəni 0-1 hesabı ilə məğlub oldu. UEFA Avropa Liqasında da maraqlı oyunlar var idi. Qısa ona da toxunum Kseniya, sonra sən çatdırmaq istədiyin xəbəri çatdırarsan. Daha yaxşı musiqi bəstələtmək olar. Misal üçün, hələ mən Azərbaycan klublarının heç birinin mənə elə gəlir ki, misal üçün, Barsanın himnini eşitmirsən bəlkə. Təbii ki. Hər dəfə Camp Nou-da Barcelona oynamamışdan qabaq möhtəşəm bir himni var Barcelonanın. Misal üçün, adam heç İspan dilini bilməyən adam hətta onu ayaq üstə dayanıb oxumaq istəyir. Mən elə Azərbaycan klublarının bu sahədə gerdə qaldıqları fikrindəyəm. Yəni, hələ biz bu mənada, bu sahədə irəliləyişə nail ola bilmirik. Ölkəmizdə kifayət qədər istedadlı bəstəkarlar var. Sadəcə pul xərcləmək lazımdır. Pul qazanmağı hamı bacarır. Misal üçün, Qarabağ qış transfer pəncərəsində, bax, Qarabağın qələbəsindən danışdıq. Bunu qeyd eləməyə xüsusilə özümə borc bilirəm ki, Qarabağ qış transfer pəncərəsində komandanı tərk edənlər var idi. Kifayət qədər də yaxşı rəhbərlik pul qazandı. Ancaq gəl ki, xərcləməyə gələndə heç kim xərcləmək istəmir. Hansı ki, sən bilirsən ki, UEFA Konfrans Liqasının play-off mərhələsindəsən. Rəqib də belə baxanda, yəni Avropa ölkəsini təmsil edir, Belçikadır. Belçika çempionatı da heç də pis çempionatlardan biri deyil. Düzdür, ilk beşli ölkələri deyil. Ancaq hər halda Belçika çempionatı da elə Belçika çempionatıdır. Nəysə ki, demək istədiyim odur ki, misal üçün, əslində vaxtında normal qapçı da almaq lazım idi. Düzdür, 3 transfer elədilər. Transferlər də deyim ki, pis təsir bağışlamadılar dünənləri. Cicca da yaxşı oynadı, Diakabi də yaxşı oynadı. Hətta Benziyada
pis təsir bağışlamadı, düzdür, o olmasa da. Ancaq gedənlərin yerini doldura bildimi? Bax, bu ən böyük sual bax budur ki, buna cavab tapmaq lazımdır. Başqa problemləri var idi digər mövqelərdə ki, bunu da vaxtında həll eləsəydi Qarabağ. Mənə elə gəlir ki, dünən daha böyük hesablı qələbə qazanardı və elə ilk oyunda həll eləyərdi növbəti mərhələyə yüksəlməyə şansını. Mənə elə gəlir ki, hər halda komandamıza uğurlar arzulayırıq. Mən inanıram ki, Qarabağ oyundan, çünki Qarabağın belə bir tendensiya ilə irəliləyir. Oyundan oyuna daha yaxşı çıxış eləyir. Həm də Qarabağ həmişə cavab oyununda daha yaxşı nəticə verir. Bu da təbii ki, məşqçilərin işidir. Məşqçilər rəqibi yəqin ki, yaxşı analiz edirlər ki, cavab oyununda da kifayət qədər belə səfər oyunları var ki, Qarabağ səfərdə qələbə qazanıb və növbəti mərhələyə yüksəlib. Belə bu il Çempionlar Liqasının təsnifat mərhələlərində belə kifayət qədər misal çəkmək olar. Nəysə ki, Qələbə ilə nəticələndi bu oyun. əlbəttə ki, siz alaq Avropa Liqasının oyunlarına, Kseniya. Çünki Avropa Liqasının play-off mərhələsində də dünənləri maraqlı oyunlar var idi. Misal üçün, Ajax Union Berlin maçında qapılara top vurulmadı. Bundan başqa, Barcelona-Manchester United qarşılaşması var idi ki, 90 minə yaxın azarkeş izləyirdi həmin o qarşılaşmanı. Baxmayaraq ki, UEFA Avropa Liqasının matçı idi bu oyun. Çempionlar Liqasında və yaxud da İspaniyalar Liqasında biz bu belə azarkeş sayının dəfələrlə şahidi olmuşuq. Ancaq, bax, 2-2 hesablı bərabərliyə yekunlaşdı bu qarşılaşma. Maraqlı oyun idman mübarizəsində gedirdi. Zalzburg-Roma maçında Zalzburg 1-0 hesablı qələbə qazandı. Şaxtyor Fransa Reninə 2-1 hesab ilə qalib gəldi. Ən maraqlı, Qarabağın, deyərim ki, əslində Qarabağ oynamalı idi Juventusla. UEFA Avropa Liqasının play-off mərhələsində ki, Qarabağın əvəzinə bu dəfə Nant oynadı. Bağışlayırıq Nantı. Nant pis təsir bağışlamadı. İtaliyada oynamaqlarına baxmayaraq 1-1 hesablı bərabərlik ilə razılaşdı. Yəni 1-1 hesablı bərabərlik qeyd alındı həmin oyunda. Bundan başqa digər oyunlara nəzər yetirsək, Bayer Leverkusen öz meydanında Monakoya 2-3 hesab ilə uduzdu. Sevilla PSV Eindhoven'i 3 cavabsız qolla məğlub elədi. Sporting Midtjylland maçında isə tərəflər həriyə bir top vurub heç-heçə ilə razılaşdılar. Orxan sonsuza dək futboldan danışa bilər, amma bizim sırada təqvimimiz var. Bugün öz təqvimimizdə biz məşhur basketbolçu, 2 qat Olimpiya çempionu. 6 dəfə NBA çempionu. Yəni, basketboldan söhbət düşəndə, düzdür, ondan sonra çox basketbolçu gəlib, yəni yetişib, oynayıb, rekordlar qırıb. Ancaq Michael Jordan deyəndə, basketbol deyəndə Michael Jordan. Michael Jordan da deyəndə basketbol yada düşür. Məşhur 23 nömrə. 14 il Chicago Bulls'un şərəfini qorudu. Ondan başqa son 2 ili də Washington Wizards'ın heyətində top qovdu deyim, yoxsa top oynadı deyim. Biraz tamaşaçılar təqvimi də izlədik. Sırada isə qonaqlardır. Hökmən qonaqları vaxt itirmədən dəvət eləmək lazımdır. Çünki eləyək. Qarabağla bağlı danışmaq lazımdır. Mən baxıblar oyunlara. Vaxt itirmədən çağır Kseniya. Çağıraq. Sənan Qurbanov, veteran futbolçu və Vaqif Cavadov, Sumqayıt Futbol Klubunun U19 komandasının baş məşqçisi. Hər Sabahınız xeyir birinizi xoş olsun. gördük. Xoş gəlmişsiniz. Çox sağ olun. Yəqin ki, alışmısınız səhər tezdən oyanmaq. Sizin üçün çətin olmaz. Artıq öyrəşmişik rejimə. Dünən yəqin ki, baxdınız futbola. Bəli, baxdıq əlbəttə ki, hər kəs kimi biz də oyunu izlədik. Çoxdandır gözlənilən bir oyun idi. Çünki böyük bir fasilə olmuşdu Avrokubok oyunlarında Qarabağın. Və düşünürəm ki, bəlkə də hər kəsin gözləntilərindən biraz da üst səviyyədə oynadı Qarabağ. Çünki dəyişikliklər baş vermişdi komandamızda. Elə bu, Sənan mənim, üzr istəyirəm, bu dəyişikliklə bağlı özünüz qeyd elədiniz. Mən istəyirəm, bax, qış fasiləsinə qədər olan Qarabağla qış fasiləsindən sonraki Qarabağı müqayisə eləyəsiniz. Bir mütəxəssis kimi. Yəni, itkilər olduğunu qeyd eləsək, əlbəttə hər kəs gözləyirdi ki, Qarabağ bəlkə də bilirik ki, Avrokubok oyunlarına çox möhtəşəm başlamışdı. Böyük hesablı qələbələr, Polşa komandası, Macarıstan komandası üzərində. Hətta Nant üzərində dünənki... Nantı 3-0 hesab ilə məğlub eləmişdi ki, Nant Juventusla dirəşmişdi. Mən yəqin onu da izləmişsiniz. Amma qış fasiləsindən sonra biraz çempionat oyunlarında bəlkə də o alışmadığımız Qarabağı görə bildik meydançada. Və qapısından qollar gördü, bəlkə də o sürəti görə bilmirdik, bəlkə sabah oyunu istisna olmaqla. Amma düşünürəm ki, dünən hər kəsi Qarabağ yaxşı mənada təəccübləndirdi. Nəyə görə? Bəlkə ilk hissə biraz pasiv başladı oyuna, amma sonradan... Razıyam, ikinci hissədə ardası oxşuyurdu. İkinci hissədə artıq Qarabağ özünə bənzəməyə başladı. 3 buraxılan qola nə deyə bilərsiniz? 3 zərbəyə. Bəli. Qapıya doğru cəmi 3 zərbə olmuşdu. Quqaşvili, yəni seçim... Əslində hər kəs biraz ehtiyatla yanaşırdı. Gözləyirdi ki, bəlkə də evdə dua eləyənlər var idi ki, Quqaşviliyə tərəf zərbə getməsin.
Məncə onunla bağlı deyil, sadəcə olaraq oyun praktikası ilə bağlıdır. Hər bir futbolçu, hər bir qapıçı da, əsas da qapıçı daim oynasa, o özünə inamı daha da çox olacaq və səhvləri də az edəcək. Yəni, axı son oyunları Qoyaqaşvili nə vaxt oynayıb, mən xatırlamıram. Son 2 səhv eləmirəmsə, yoxsa 3 oyunda Tovuzla oynadı. Yəni, Azərbaycan çempionatına qoymaq şərt, yəni o qırağı qoysaq, çoxdan da dayanmır. Yəni, bu ümumiyyətlə qapıçı, yəni ikinci qapıçı olub, Şahrutdin 1 nömrəli hər oyunda, həm Azərbaycan çempionatında da o dayanıb. Ona görə də demək olmaz ki, bu zəif qapıçıdır. Sadəcə olaraq oyun praktikası az olduqdan və səhvlər istər-istəməz... Əlbəttə, 10 məşq bir rəsmi oyunun. Yəni, ona görə də səhvlər olmalıdır, olacaq da. Sadəcə olaraq zaman lazımdır, inanmaq lazımdır. Onu da mən inanıram ki, Qarabağda yoxdur. Nəyə görə? Çünki bu komanda çempionluğu oynayır və Avrokuboklarda oynayır və orada hər bir səhv çox başa gəlir komandaya. Ona görə də ən əsası odur ki, qapıçı problemi məncə var ya yoxdur, onu deyə bilmərik. Sadəcə olaraq zaman göstərəcək. Deməsəz də bu açıq-aşkar görürsən, qapıçılarla bağlı problem. Vaxtında mənə elə gəlir ki, transfer eləmək lazımdır. Komanda pul qazanmaq üçün istənilən vaxtda istənilən oyunçusunu verməyə hazırdır. Bunu biz Kadini göndərəndə də gördük. Yəni hər kəsdə azarkeşlər, hətta futboldan anlayışı olmayanlar da Kadinin gedişinə çox üzülmüşdülər. Ancaq əvəzində komandaya gələn futbolçulara nəzər yetirsək, misal üçün oyun praktikası bir qədər əvvəl qeyd elədiniz, Luka Ququşashvilinin əgər praktikası az idisə, gələnlərin, misal Diakabinin də, Benziyanın da, Ciccanın deyə, Cicca misal oynayırdı Albaniya çempionatında. Ancaq Albaniya çempionatı da Azərbaycan çempionatı deyil də. İndi hər halda nəzərə almaq lazımdır ki, fərqli çempionatlarda oynayıblar. Həm də adaptasiya dövrü var. Bunlar gəlib Qarabağa gələndən sonra müddət lazımdır onların özlərinə gəlməyi üçün. Bunları da nəzərə almaq lazım idi. Ancaq klub rəhbərliyi nədənsə nə bilim, fərqli bir taktika seçiblər. Əgər biz inkişaf eləmək istəyiriksə, bütün bunları nəzərə almalıyıq da. Bu, mən açıq deyim, yəni deyirəm, deyəcəm də. Yəni, bugünkü klublarımız heç vaxtda 1 milyona ya 2 milyona futbolçu gətirməyəcək Azərbaycana. Və həmin oyunçular da Azərbaycana çempionatına hal-hazırda gəlməyəcəklər. Ona görə də bugünkü gündə Kadidən yəni, getməyi səbəbi mənim fikrimcə maliyyə istəyi həddindən artıq çox idi. Çünki özünü göstərdi, yeni imza atmaq lazımdır kontrakta və ona görə də Qarabağ təklif gəldi və o futbolçunu satdı. Onun əvəzinə yenə də Kadi kimi futbolçular cəlb eləyib, hansı ki, yəni top ulduz deyil. Əlbəttə ki, o eyni səviyyədir. Portuqaliyada, Fransada ikinci ligada oynayan. Yenə də onları oynadacaq, az məbləğə olsa belə. Sonra da bir müəyyən səviyyəyə gəlib çatacaq və yenə də satacaq. Bu bir də strukturdur. Çünki nəyə görə Azərbaycan çempionatında bu dəqiqə 1 milyona, 2 milyona futbolçu gətir, gəlsin Gəncə stadionunda konteynerdə soyunsun. Yəni, bu normal deyil. Yəni, azərkeşlik futbol oynasın. Bugün Qarabağ Avrokuboklarda oynayır, 20-30 min tamaşaçı var. Amma sonra gedir Gəncəyə ya başqa bir bizim regionumuza heç kim yoxdur, konteynerdə soyunuruq. Yəni, bunu aradan qaldırsaq, əlbəttə ki, biz Qarabağa da yəni, buna qədər artıq başqa problemlər var, yəni. Bunları həll etmək lazım. %100 onu aradan, sonra futbolçuları, ulduz futbolçuları Qarabağa həddindən biz özümüz də görmüşsünüz ki, Qurban Quran dəfələrlə deyilmişdi ki, istəyirik futbolçular, amma son anda alınmır. Nədən? Çünki görür futbolçular da baxırlar. Misal üçün Gəncədə o konteynerin içində paltar dəyişməkdən xəbərləri yoxdur yəqin ki. Ona qədər bura gəlmək lazımdır. Yox, çempionatı izləyirlər, həm əcnəbilər də bu Azərbaycanda var, dost tanış da var. Ona görə hamısından söhbət edib gəlirlər Azərbaycana. Əlbəttə ki, son zamanlarda Qarabağın uğurları hamını yəni, çox cəlb edir ki, bizim ölkəyə, həm Qarabağa diqqət çox böyüdür və bilirlər ki, bizim top klublarımızdan biri də Qarabağdır. Biz davam eləyəcəyik, Səna müəllim. Sizinlə davam eləyəcəyik. Hal-hazırda ancaq bizim nəyimiz var? Qısa reklam fasiləmiz var. Gəlin elə birlikdə izləyək. Daha sonra söhbətimizə davam edəcəyik.
Əziz tamaşaçılar, davam edirik. Bəs dünən, məsəl üçün, Şahrutdinin oyunda iştirak etməməsi sizcə necə bir təsir göstərdi oyunun gedişatına? Ümumi indi danışırıq, Vakif mənim də doğru vurğuluyur, yəni futbolumuzda olan bəzi axsaqlıqları. Amma biz nəzərə alaq ki, indi Vakif özü futbolçu dövründə, məsəl üçün, qış transfer pəncərəsində bilir ki, bir futbolçunu transfer etmək çox müşkül məsələdir. Əgər, belə deyək də, bir futbolçu bir komandaya lazımdırsa, yəni onu buraxmaq bir balaca çətin olur və yaxud da ki, kontraktda yazılan, müqavilədə yazılan o pulu necə ki, Kadiyə o 5 milyon yazılmışdı və ödədi Krasnodar, elə komanda. Ona görə düşünmürəm ki, Qarabağ transfer eləmək istəmədi. Bir də nəzərə alsaq ki, məsəl üçün, Avropa klublarında bəlkə də elə komandalar var ki, yəni Qarabağdan infrastruktur baxımından geriyə qalır. Yəni meydançası olsun, bazası olsun, hər bir şəraiti hal-hazırda Suraxanıda çox yüksək səviyyədədir Qarabağda. Bu nöqteyi nəzərdən əlbəttə ki, digər komandalarla müqayisədə Qarabağ çox seçilir. Hə, elə komandalar var ki, onların şəraiti yoxdur. Çempionatımızın bəlkə səviyyəsinə uyğun tam razıyam ki, Qarabağın istədiyi futbolçular bizim ölkəyə çempionata görə gəlmək fikrindən daşınsalar da, amma Qarabağ bu adı öz üzərində qazana bilir. Bir ona qayıtmaq istəyirəm ki, qış pəncərəsində bir balaca transfer eləmək çətindir. Qaldı ki, Şahruddinin yoxluğuna, Şahruddin əlbəttə ki, komandanın bir nömrəsidir. Artıq neçə illərdir komandanın istədiyi o taktikaya, sxemə, sistemə uyğunlaşan bir şəxsdən danışırıqsa, onun itkisi əlbəttə ki, böyük itkidir. Dünən Quqaşvili dayandı qapıda, gənc qapçıdır əslində. Çempionat oyununda bir tək Turan Tovuzla çərçivəni qorursa da, amma Avrokubok səhnəsi tam fərqlidir. Şükürlər olsun ki, dünən elə bir səhvindən yadda qalmadı. Amma növbəti oyunda artıq səfərdə bəlkə də problem inşallah ki, yaşamarıq, amma ki, yəni daha soyuqqanlı olmaq lazım. İkinci oyunda stres daha çox olacaq, səhv eləməməyə çalışacaq komandalar və oyunçular, şəxslər. İnşallah ki, səhv eləməz, Şahruddinin də yoxluğunu hiss eləmərik. Mən istəyirəm ki, Qurban Qurbanovdan biraz danışaq. Çünki dəfələrlə nə olub, yəni eşitmişik ki, Qurban müəllimə xariclənir. Sonuncu dəfə Rusiyadan, Ximkidən belə bir təklif var idi. Bilmirəm nə qədər həqiqətə uyğun idi. Sonradan dedilər, deyəsən ki, belə olub belə bir təklif. Sabah Qurban Qurbanov getsə, Qarabağı eyni səviyyədə, eyni vəziyyətdə oynayacaq Qarabağ. İnandırıcı görürüm. Yəni Qurban Qurbanov faktoru nə qədər rol oynayır Qarabağda? Çox böyük amil oynayır. 90% demək olar ki, 80-90% baş məşqçinindir, amma deyərdim ki, klubumda çox böyük əməyi var. Yəni ilk olaraq stabillik Qarabağda mənim dönəmimdə artıq 20 il, 15 ilə yaxındır. Hər bir kluba baxanda Qarabağda həmişə stabillik olub. Maliyyə bəlkə də az olsa belə, amma həmişə stabillik olub. Bu da öz bəhrəsini verir. Biz özümüz də görürük ki, digər klublarda bir ildən bir məşqçi dəyişirliyi. Amma Qurban Qurbanov da birdən-birə bu nəticələrə gəlmədi. Yəni bizim Neftçidə başlamışdı, sonradan Qarabağda imkan verməsəydi. Yox, mən indi başladığı dönəmi demirəm, Qarabağda olan uğursuzlar da olub. Sadəcə olaraq rəhbərlik yavaş-yavaş böyüyürsən. İnanıb və əlbəttə ki, Qurban Qurbanovun da kollektivi o işi düzgün doğru elədiyi üçün bu qədər neçə illərdir Qarabağdadır. Əlbəttə ki, rəhbərliyin də baş məşqçi ilə olan münasibəti məncə ən önəmlisi də odur ki, hər bir futbolçunun baş məşqçi ilə olan ünsiyyətinə görə baş məşqçi hələ də komandadadır. Çünki futbolçu hər şey futbolçulardan asılıdır. Yəni baş məşqçi də bunu dərk eləyir ki, onlarla dildə danışır ki, hörmətlə yanaşırlar ki, ona görə də Qurban Qurbanov neçə illərdir Qarabağdadır. Çünki futbolçu istəsə məşqçini də çıxarda bilər. Yəni hər şey futbolçulardan asılıdır. Olmuşdu belə bir dəfə səhv eləmirəmsə, Betfoxun köməkçisi idi, Neftçiyə gəlmişdi. Soyadın yadından çıxarmışam. Ola bilər səhv eləyim. Gede deyəsən. Gede. Futbolçular elə eləmişdilər ki, onu yola saldılar. Ondan əvvəl Petr Jela misal üçün Zenitdən gəlmişdi də deyəsən, Rusiyadan. Bu Azərbaycana asılı deyil. Ümumiyyətlə Avropada da belə bir şey var yəni. Dünyanın hər bir futbolunda, yəni futbolçulardan çox şey asılıdır. İndi Vaqif əmi, siz təzə başlamısınız məşqçiliyə. Sənan müəllim bir xeyli işləyir artıq. Misal üçün Qəbələ ilə, Keşlə ilə çalışıb, Azərbaycan kubokunda qazanıb.
Başınıza belə bir şey gəlməyib ki, misal üçün görmüsünüz ki, hansısa futbolçu nəsə şuluqluq edir. Bilirsiniz, Bu tək futbolçudan ibarət deyil ki. Komandanın içində kimsə. Orada mənim qeyd elədi, həqiqətən də futbolçu havanı düzəltmək çox önəmlidir, kollektivi ələ almaq çox önəmlidir. Mən köməkçi məşqçi kimi başladım Qəbələdə, çox məşqçi, Yuri Sömen kimi, Roman Qriqorçuk kimi. Bu haqda danışacağıq, hələ vaxtınız var. Məşqçilərlə puxtələşə gəlsən də, amma özün bir baş məşqçi kimi artıq fərqli bir ssenari çizirsən. Düşünürəm ki, yəni futbolçular hər il boyu onları istənilən o atmosferdə saxlamaq çətindir. Amma olur ki, hava pozulur istəmədən, çünki hər şey pozitiv ola bilməz il boyu. Negativ hallar da baş verir. O negativ hallarda sənin edəcəyin hərəkət, atmosferi korlayacaqsanmı, korlamayacaqsanmı? Bu hallar yəni bütün işlərdə olduğu ki, futbolda da var. Yəni bəzən olur elə negativ hallar. Yəni başımıza gəlib. Gəlib bəli. Hansı klub da maraqlıdır? Həm Qəbələdə oldu, həm Keşlədə oldu. Sona yaxın yəqin ki. Əlbəttə sona yaxın. Bəzən maliyyə çətinlikləri olur. Futbolçuları o baxımından oyuna kökləmək biraz çətin olur. Bilirsiniz ki, professional bir futbolda, idmanda maliyyə çox böyük önəm kəsb edir. Yəni hal-hazırda bu kurslarda da davam eləməkdədir ki, ən böyük motivasiya belə deyək də dünya futbolunda, Avropada puldur. Yəni ən böyük cəza da puldur. Ona görə peşəkar öz sağlamlığını itirib onun müqabilində böyük pullar qazanır. Ona görə də yəni çalışmaq, məsələn mən Qarabağda eşitməmişəm ki, artıq neçə il Qurbanov olandan bir dəfə də maliyyə problemi olmayıb. Yəni o çox güclü şəkildə kontrol, çox böyük təsir edir və klubun böyüməsində böyük rol oynadığına görə, ona görə maliyyə problemini çox yüksək səviyyədə kontrolda saxlaya bilirlər. Belə tamaşaçılar gözəl bir video klipi izlədi, söhbətimizə davam edirik. Vaqif müəllim, belə bir sual vermək istəyirəm sizə. Əslində hər ikinizədir bu sual. Bəs hakimlərimizin peşəkarlıq səviyyəsi nə dərəcədə yaxşıdır da? Yəni qane edir sizi və 3 ən yaxşı hakimin adını çəkməyinizi istərdim. Nəzərə alsaq ki, bugün özdə 23-cü turun oyunları başlayacaq. Yeri gəlmişkən başlayacaq deyənə belə bir sual ortalığa çıxdı. Hakimlərin vəziyyəti necədir hal-hazırda ölkəmizdə? Azərbaycan çempionatı. Azərbaycan çempionatı. İzlədiyim son oyunlar Onu deməyə əsas verir ki, yaxşılığa inanmağı vadar edir, amma yenə də o vermədiyi 11 metrələr, hansı ki dünən Qarabağdakı oyunda penaltinin verdiyi epizod, Sumqayıtla Şamaxı oyununda eyni epizod idi ki, hansı ki yerdə əlinə dəydi. Bizim hakim getdi vara baxdı, dedilər ki, penal yoxdur. Amma burada bu hakim... Yeri gəlmişkən var idi orada penalti, yoxsa yox? Məncə, əgər vara baxılıbsa, əlinə dəyibsə və qapıya gedən zərbədirsə... Ancaq bir var ki, bu yəni topu əllə vurur, yəni əlin vurur topa. Amma qapıya gedən istiqamətini... Yerə yıxıldığı yerdə. Yox, istiqamətini... Siz daha yaxşı bilirsiniz. Qapıya zərbə endirilir və hər an qol ola bilər. O da əlinlə saxlayır, dəyibsə, dəyməyibsə, %100 məncə 11 metrədir. Yəni, həm də Qarabağdan Sabah oyununda eyni epizod idi ki, hansı ki, açıq-aşkar hamı görürdü ki, 11 metrə var. Sadəcə olaraq hakimlərin ürəyi istədiyi kimi dedikləri, yəni bizə biraz qaranlıq. Gah belə deyirlər, gah belə deyilir. Ona görə futbolçular da hirslənir, həm baş məşqçilər də çaşbaş qalır, həm də kluba da hər bir halda ziyan verir. Ona görə də inanıram ki, yaxın bir gələcəkdə hakimlərimiz də düzələcək və bu problemlər də olmayacaq. Və hal-hazırda düzəlməyə doğru gedən təknik hakimlərdən kimin adını çəkə bilərsiniz? Əlbəttə ki, bir nömrəli Əliyardır. Sonra? Sonra Elçin Məsiyev inkişaf edir. bir də Diniyevdir də demək olar ki, o da stabil demək olar ki, çıxış edir. Onu deyə bilərəm. Sənan müəllim, bəs siz nə deyə bilərsiniz? Mən düşünürəm ki, qatılıram buna ki, bəzi epizodlar var, biz də bəzən anlaşılmaz vəziyyətdə qalırıq. Çünki əlin təbii vəziyyətdə olmadığı təqdirdə, məsələn, top ələ dəyirsə, artıq 11 metrəli cərimə zərbəsini təyin edirlər ki, əl təbii vəziyyətdə deyildi. Dünənki epizodda da, əlbəttə bizim çempionatda da belə epizodlar oldu. Məsələn, Sabah Qarabağ oyununda Romaonun əlinə dəyən top penalti olmadı. Vara baxıldıqdan Oyundan sonra Murad Musayev də demişdi ki, orada 200%'lik penalti idi. Düşünürəm, bəzi qaydalar var, dəyişir tez-tez. Əlbəttə, klublarla bu görüşülür, çatdırılır diqqətə.
sadəcə olaraq elə qaydalar var ki, bəzən vara baxıldıqdan sonra belə verilmir. Ona görə bir balaca saçmaq. Amma dünənki epizodda düşünürəm ki, təbii vəziyyətdə deyildi və qapıya gedən bir topun qarşısı alındı. Əllə alındısa, adam da vara baxandan sonra penaltini təyin elədi. Hakimlərimiz inkişaf eləyir, bəzi hakimlər, əlbəttə ki, hamısına şamil eləmək olmaz. Yəni, düşünürəm ki, elə Əliyar Ağayev neçə illərdir stabil öz səviyyəsini qoruyub saxlaya bilir. Məsələn, onun timsalında digər gənc hakimlərimiz var ki, bu günlərim meydançalarda görə bilirik. Yəni ki, hal-hazırda Əliyar Ağayevin adını ürəklə çəkmək olur. Düşünürəm ki, Elçin Məsiyev də bir neçə ildə, bu son illərdə daha inamlı görsənir meydançada. Və əlbəttə ki, hər kəsin səhvi olur, Əliyarın da səhvi olur, digər hakimlərin də. Heç kimsə ortalar. Əlbəttə, yəni oyunu düzgün idarə eləmək, oyunun sürətini salmamaq önəmlidir. İlla ki, hakimləri o nöqteyi nəzərdən baxmaq lazım deyil ki, bu arada sizə səhv qərar verdi. Siz fikirləşin ki, Premyer Liqada, İngiltərədə oyun həddindən artıq sürətlidir. Burada hakimlərin çox böyük rolu var. Bugün buna da fikir vermək lazım ki, çempionatımızın səviyyəsini qaldırmaq. Biz yox, onlar daha çox fikir versələr yaxşıdır ki, hakimlər oturub başqa xarici ölkə çempionatlarına, özü xüsusilə böyük beşli ölkələrin çempionatlarına baxsalar, mənə də gəlir ki, bir qədər də inkişaf edirlər. Belə tamaşaçılar, davam edirik. Vaqif müəllim, sizlə davam etmək istərdim. Bildiyimiz qədərilə siz Sumqayıtda uşaqlara futbol sirlərini öyrədirsiniz. Bildiyimiz qədərilə Sumqayıtda bir çox istedadlı uşaqlar var və nədən irəli gəlir ki, müəyyən yaş həddinə, yaxud müəyyən səviyyəyə çatdıqdan sonra onlar futbolla məşğul olmağı atırlar. Mən deməzdim ki, uşaqlara 19 yaş, 18 yaş artıq uşaq deyil, bu gənclərdir. Avropada 18-19 yaşında uşaqlar. Bizdə əgər biz 19 yaşlılara uşaq deyiliksə, düz deyirsiniz, 23 yaşlı, 24 yaşlı futbolçulara biz deyirik ki, gənc. Yəni futbolda analoqu olmayan şeylər ancaq Azərbaycan çempionatında olur və Azərbaycanda olur. 24-25 yaşında futbolçuları biz hələ gənc deyirik. Yəni bugünkü gündə əgər 25 yaşındakı futbolçu milli komandaya namizəd deyil, demək futbolçu mən onu hesab etmirəm. Elə futbolu atsa yaxşıdır. Əlbəttə ki, yəni biz bir gün 19 yaşlı futbolçulara diqqət yetirməkdənsə biz onları itiririk. Nəyə görə itiririk? Çünki Avropada 18-19 yaşlı futbolçu, 17 yaşdan futbol, amma bizdə 19 yaşlı futbolçular heç biri maliyyə dəstəyi almır. Təsəvvür edin ki, mən əminəm ki, 10 klubumuz o 19 liqasını götürsək, ən vacib yaş qrupudur. Hər bir klubun, yəni oyunçuların maksimum 5-i 6-sı maaş almaz. Yəni o maaş da nə qədərdir? 50 manat, 100 manat. Maksimum 150-200 manat. Bu insan 19 yaşı var. Ya da 18 yaşın içindədir. Ayda 50 manat evə aparırsa, yəni elə 16 yaş. Necə bizim ümumiyyətlə Azərbaycanın qanununda 350 manat dövlətin minimal maaşıdır. Bu 18 yaşında övlad atasından nə qədər anasından, valideynindən pul alar ki, 50 manat mənə 5 manat yol pulu ver ki, mən gedim məşqə gedə bilim. O da deyəcək ki, ay oğul, get başqa peşəyə get, başqa peşədə 400 manatını al, özünü dolandır da. Yəni bunu əgər bizim klub rəhbərliklərimiz başa düşmürsə, biz ona görə itirəcəyik. Bunun əskərliyi... Üzr istəyirəm, Vaqif müəllim. Axı, misal üçün, bax, elə dünən UEFA-nın həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı proqramı çərçivəsində hər klubumuza, Premyer Liqada yarışan hər kluba 271.428 avro pul göndəriblər. Yəni hər klubunda... Deyirsiniz, yəni ödənilmir klublara? Yəni demirəm ödənilmir, sadəcə hər klubun... Əgər ödənilirsə, onda klub rəhbərliyində də günah yəni. Əlbəttə ki, 10 yaş qruplarımız var, yəni uşaq futbolunda, yəni çox böyük maliyyədir. Yəni hər bir yaş qruplarında 10-a yaxın komanda var. Yəni hər yaşlarda var. Bu çox böyük bir amil. Qabaq yox idi, indi var. Sadəcə olaraq 17 yaşda, 18 yaşda, 19 yaşda uşaqlara biz önəm vermirik. Yenə deyirəm ki, onların butsuları biz bilirik ki, 400 manata yaxındır. Bunların butsuları yoxdur. Gəlin buna baxaq. Gəlin baxın, harada 19 liqası, hansı çempionat, hansı meydançalarda oynayırlar. Onların formaları yoxdur. Nəinki birinci komandanı qoyuram qırağı. Birinci komandalarda hər şey qaydasın. Amma 19 komandaları hansı şəraitdə oynayırlar, hansı şəraitdə məşq eləyirlər. Yəni bu amillər, ona görə biz 18-19 yaşlı futbolçuları itiririk. Azərbaycanda nəinki Sumqayıtda, hər bir komandada çox istedadlı futbolçular var. Çox istedadlı futbolçu. Sadəcə olaraq biz onları 17-18 yaşında itiririk. Nəyə görə? Həm əskərlik məsələsi, həm maliyyə məsələsinə görə
Biz onları itiririk. Ona görə bunun qarşısına nə qədər tez rəhbərlik qarşıda bir şey də deyim ki, onlar məktəbə gedirlər ya instituta gedirlər. Hər 4-cü gün bizim oyunlarımız olur. Təsəvvür edin ki, İdman İnstitutu ya digər institut futbolçuları buraxmırlar oyuna. Və bunu niyə həftə arasında salırlar Yəni ki? yazırlar ki, salmaq həftə sonu da salanda digər yaş qrupları var ki, hansı ki, onlar bir-birinə meydança da bəs elə. Bizim də institutlarımız bu uşaqlara qayıb yazırlar. Və sonra da kəsilirlər, hansısa bir stipendiya. Hansı futbolçu nəyi seçsin? Məktəbi, institutu seçsin, hansı ki, sonra əskərliyə getməsin, ya da futbolu seçsin. Ondan sonra gəl uşaqdan futbol tələb elə də. Tələb eləyə bilmərik. Yenə deyirəm, dünən mənim oyunum olub, mənim futbolçularım dərsə gedib, 2 dərsdən sonra gəliblər futbol oynayırlar. Yəni 19-18 yaşlı futbolçular bunu eləməməliyik. Biz peşəkar əgər futbolu istəyiriksə qaldıraq, əgər bizim rəhbərliyimiz futbolu istəyirsə qaldırmaq, əlbəttə ki, Təhsil Nazirliyi ilə bu yöndə danışmalıdır. Bu şeyləri aradan qaldırmalıdır və 18-19 yaşlı futbolçular maliyyə dəstəyi daha da çox olmalıdır ki, onlar getsinlər, işləməsinlər. Amma gəlsinlər futbolu düşünsünlər. Ən azından futbolu düşünsünlər. Bilsinlər ki, evə də bir kömək eləyə bilər. Ən azından evdəkilərdən pul almayacaqlar. Yenə deyirəm, hər bir klubumuzda həmin o problem əminliklə deyə bilərəm ki, var. Var. Biz reklamları izləyəcəyik, qaydandan sonra Səna müəllim bu haqda öz fikirlərini çatdıracaq. İzləyək. Davam edək. Səna müəllim, sizlə davam edək. Bəs ölkədə uşaq futbolu ilə bağlı olan son vəziyyət ürəkaçandır sizcə? Hansı problemlər var? Əlbəttə ki, sıxıntılar böyükdür. Yəni, Vaqif müəllim indi açıqladı, əlbəttə ki, o işin içindədir. 19 yaşda elə bir yaşdır ki, o futbolçular artıq elə reklam fasiləsində Vaqiflə danışırdıq ki, artıq 18 yaşında çox böyük məbləğə futbol oynayırdı Vaqif. Çünki ölkəmizin istedadlı futbolçularından idi. Amma belə futbolçuları tapmaq da bir balaca asan deyil. Və bu futbolçular həm də milli komanda, öz yaşlılarını milli komandasına cəlb olunmalıdırlar. Orada turnirlər var, orada futbolçular biraz da böyüyürlər milli komandalarda. Amma ümumilikdə əlbəttə ki, uşaq futbolumuzda vəziyyət ürək açan deyil. Meydançaların vəziyyəti, ümumi olaraq infrastruktur. Biz məsələn, bugün Qəbələ Futbol Akademiyasında verilişimizin vaxtı, yəni buna yetərli qədər olmaz. Elə var, yox, bir akademiya var. Əlbəttə ki, bugün Sabah məsəl üçün, Vaqif də məni dəstəkləyərək, Sabah çox böyük infrastruktura malikdir. Futbolçuların qalma yerləri olsun, qidalanması olsun, geyimi olsun, bunlar hamısı futbolçunun böyüməsi üçün böyük amildir ki, o gənc yaşında ona stimul vermiş olursan. Yəni, istəyimiz nədir? İstəyimiz odur ki... O sevgini lap aşağı yaşlarında ödəyəcək. Tamamilə razıyam. Ötürmək lazım o sevgini. Bu ancaq futbol haqqında düşünsün, başqa şeyə vaxt olmaz. Butsu problemi haqqında, məsələn, düşünməsin, Vaqif mənim qeyd elədi. Bir futbolçu ən azından butsu ilə təmin eləmək, məsələn, Sabah kimi, mən infrastrukturdan danışıramsa, Qəbələnin şahidi olmuşam, özüm də orada çalışmışam Qəbələ Akademiyasında. Yəni, belə bir problemlə biz yaşamırdıq. Qəbələdə verirdilər, yəni yeri gəlmişkən. Əlbəttə ki, çox yüksək səviyyədə, çox həddən artıq formal problemimiz olmurdu. Futbolçu butsu haqqında da fikirləşə bilməzdi. Böyük turnirlərə yollayırdı Qəbələ Futbol Akademiyası. Yəni, bu futbolçuların inkişafı, bugün Azərbaycan çempionatında hər bir komandada Qəbələ Akademiyasından kimsə var. Yəni, zaman, biz deyirik 13-14 il Qəbələ Futbol Akademiyası o istədiyimiz səviyyədə oldu, amma inanın ki, azdır. Bir futbolçu 10 yaşında əgər akademiyaya gəlirsə, minimum biz 5 ili götürürük ki, 15 yaşa çatacaq, 15 yaşda artıq 22 yaşa çatacaq. Bu, yəni, belə bir dönəm az bir dönəm deyil. Yəni, böyük bir dönəm olmalıdır ki, futbolçular hansı bir yaşa gəlsinlər. Ancaq bilə-bilə ki, Səna müəllim, həmin misal üçün 11 nəfərin içində gələcəkdə onların içindən biri və yaxud da ikisi peşəkar futbol oynaya biləcəksə, bu sənə klubun qazancıdır. O böyük bir şeydir. Əgər 1 nəfər, 2 nəfər çıxırsa, hər bir komanda... Ancaq indi nə qədər vəsait xərclənməlidir ki, misal üçün, gələcəkdə 5 ildən sonra sən heç olmasa 1 və yaxud da 2 normal peşəkar səviyyədə oynayan futbolçu yetişdirə biləsən. Avropada elədir, dünyanın hər bir yerində elədir ki, 100 nəfərdən 1-2 nəfər çıxırsa, o da böyük bir şeydir. Yəni, ola bilməz ki, 100 nəfərdən 50-si futbolçu olsun. Yəni, bugün Neftçi də addım atmış olub. Düşünürəm ki, Neftçi də hər hansı bir addımlar atır akademiyada. Yəni, mən belə görürəm. Tikinti gedir,
Vaqif müəllim daha yaxşı bilər. Sanki elə bir qıraqdan elə görsənir ki, Neftçi Neftçidir, Sabahdır, Sumqayıtdır. Bu komandaların da infrastruktur baxımından, meydança baxımından problem deyil. Amma sadəcə olaraq meydança ilə də Həll olunmur hər şey. Yəni yenə deyirəm, maliyyəsi, yəni 18 yaşında həm institut problemi, əskərlik məsələsi. Bunlar yəni problemdir. bunlar çox böyük problemdir. Maliyyə məsələsi, futbolçulara, uşaqları biz onları itiririk bu yaşda. Yəni bunlar fikirləşmirlər, məktəbə getsinlər, instituta getsinlər, yoxsa futbol oynasınlar. Yəni Vaqif müəllim sözünü kəsirəm. Bu mənim yaralı yerimdir. Mən bir valideynə. Yəni Sənan müəllim də 19 yaşlılarda ibarət Neftçi komandanın futbolçusudur. Yəni özü də təsdiqləyə bilər ki, Yəni institut problemi var həqiqətən də. Bu məni çox narahat eləyir. Milli komandaya Neftçidə nə deyirlər Sənan müəllim? Danışmısınız heç olmasa? danışdım. Neftçi futbol klubu əsas komanda ilə Ömər getdi Antalya təlim məşq toplanışı. Onda bir kağız verdilər idman üstünə, o artıq bildiriş oldu. Amma bu daim eləmək olmur da bunu. Yəni milliyə də cəlb olundu, millidən də kağız verilir. Bu Təhsil Nazirliyinə gedir və öz təsdiqini tapandan sonra artıq futbolçu hər hansı bir güzəşt gedir. Amma nəzərə alsaq ki, futbolçu hər gün məşqə gedir və hər gündə institut olduğuna görə, indi Vaqif müəllim bir futbolçu gedir dərsə, oradan sonra qayıdıb gəlir. Yəni bu qayıblar artıq Ömərdə bir xeyli çoxalıb, bu da məni narahat edir. Ancaq əgər istəyiriksə, siz istəyirsinizsə oğlunuz futbolçu gələcəkdə də Yəni potensialı da var. Etdirsin. Yəni adamın elə bu gün fikirləşdiyi kimi gələcəkdə də futbolla, yəni beynində başqa şey olmamalıdır da. Tamamilə. Ancaq indidən görsənir ki, elə sizin də qayğılarınız var ki, başqa problemlər də var ki, mənə elə gəlir ki, klub onu həll eləməlidir. Nəinki Sənan müəllimin uşağı, yəni çox istedadlıdır, yəni görsənir, amma təkcə Sənan müəllimin oğlu ilə deyil də. Hardasa 100-ə yaxın futbolçu var və hamısında elə problem var. Təsəvvür edin ki, 100 futbolçudan biz 80 futbolçunu itiririk. Qalır yerdə qalır 20 nəfər. Bununla bilavasitə AFFA məşğul olmalıdır. AFFA, Təhsil Nazirliyi, ümumiyyətlə bunlar hamısı qarışmalıdırlar işə və belə futbolçuları, yəni istedadlı futbolçuların məhv olmaması üçün, onları futbolu davam elətdirməsi üçün lazım olan tədbirləri görməlidirlər. Sonra da biz deyirik ki, milli komandada futbolçu azlığı var ya da yoxdur. Təkcə milli komandaya cəlb olunan 20 nəfər deyil ki, bir gün 20 nəfər var, sabah onlar zədə ala bilərlər. Bəs sən futbolçu hardan seçəcəksən? Ancaq deyirlər ki, milli komandada oynayan futbolçulara yəni idman institutunda ya da digər institutdan kağız verilir. Hə yaxşı, bunlar getdilər bir gün milliyə cəlb olunur. Sabah cəlb olunmasa və o birisi futbolçular insan deyil. Yəni bu düşüncə yanlış düşüncədir. Yəni yenə deyirəm ki, bunu həm rəhbərlik olaraq Təhsil Nazirliyindən, yəni digərlərindən bu 19, 18, 17 yaşlı futbolçularına çox böyük qayğı göstərməlidir. Yoxsa bizim futbolumuz məhv olacaq. Artıq biz hansısa maliyyə böhranını veririk uşaq futboluna. Onu hələ belə boş-boşuna itirməyək. Biraz da artıraq, amma biz bu 19-18 yaşlı futbolçulardan nəyisə qazanaq, hansısa bir futbolçu qazanaq. Ona görə də sevinci olacaq ki, hamımız yaralı yerimiz haqqında kifayət qədər günlərlə danışmaq olar. Yəqin baş bilənlər belə məsləhət bilirlər ki, gələcəkdə o aşağı yaş qruplarından ibarət milliləri formalaşdıranda gedib xaricdən Dağıstanlıları, Türkləri, Rusları və yaxud da digər millətin nümayəndələrini gətirib milliləşdirsən, bu problemi kökündən həll eləyəcəklər. Ancaq təbii ki, bu yanlış düşüncədir, yanlış təfəkkürdür. Uğurlar arzulayırıq sizə. Təəssüflər olsun ki, vaxtımız yekunlaşır, sağollaşmaq məcburiyyətindəyik. Çox sağ olun. Çox sağ olun. Belə tamaşaçılar, verilişimizin ikinci hissəsi artıq efirdədir. Bir daha sabahınız xeyir. Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. İdman xəbərlərini izlədiniz əslində. İdmanla bağlı, xəbərlərlə bağlı daha bir maraqlı xəbərlərimiz var. Bu vaxtda istəyirik sizlərə məlumat verək. Misal üçün, həmişə deyirlər ki, tez evlənənlə tez oyanan udar. Belə deyirlər. Mən bilmirəm, Zlatan İbrahimoviç neçə yaşında evlənib? Bildiyim odur ki, özünün 41 yaşı var, oğlunda 16. Və oğlu ilə eyni komandada meydana çıxıb. Oğlun adı Maksimilianda 16 yaşı var. Ancaq Zlatan İbrahimoviç ötən ilin may ayından bəri zədə səbəbi ilə heç bir rəsmi oyunda meydana çıxmasa da, oğlu ilə bir yerdə yaşlılardan ibarət komandasının niyyətində yoldaşı görüşündə meydana çıxıb. Milanın əsas komandasına qarşı oynayıblar. Ata-bala ikisi bir yerdə. Bilmirəm hesab neçə olub. Ancaq onu bilirəm ki, 3 hissə oynayıblar. Hər hissə 25 dəqiqədən ibarət olub. Bax belə. Belə isə bizim digər xəbərlərimizə keçid alaq. Bildiyimiz qədərilə az öncə Həcər də qeyd etdi ki, dünən İsrailin Tel-Əviv şəhərində keçirilən böyük dəbilqə yarışında bizim idmançımız gümüş medal qazanıb.
onu bu münasibətlə biz təbrik edirik. Amma onu da qeyd edək ki, bugün digər oyunlarda keçiriləcək. Bugün demək Azərbaycanın daha 3 judoçusu mübarizəyə başlayacaq. 73 kiloqram çəki dərəcəsində çıxış edən Nurlan Osmanov finalda Gürcüstan təmsilçisi Mixaili Baxbaşvili ilə üz-üzə gələcək. 81 kiloqramdakı Rüstəm Orucov isə Monqolistandan olan Bolor Oçir Celutanın eyni çəkidə Zelim Tskayev onun həm Bot Bulqanın müqavimətini qırmağa çalışacaq. Xəbərlər çoxdur əslində. Mən hələ eşitməmişəm ki, kimsə klublararası dünya çempionatını oturub maraqla izləsin. İndiyə kimi hər il demək olar ki, klublararası dünya çempionatı keçirilirdi. Bu yaxınlarda da təşkil olunmuşdu və son yarışın qalibi, Çempionlar Liqasının həm də qalibi olan Real Madrid komandası qalib gəldi bu dəfədə. Qeyd edeyim ki, artıq 2025-ci ildən etibarən format dəyişəcək və birdən-birə 32 komanda mübarizə aparacaq ki, onun 12-si səhv eləmirəmsə Avropanı təmsil edəcək. Bu haqda FIFA-nın prezidenti Gianni Infantino məlumat verib, Kseniya. Deyəsən artıq klubun formatını dəyişmək istəyirlər. Hələ format haqqında dəqiq məlumat verməsələr də Infantino deyib ki, komandaların sayını çoxaldacaqlar. Səhv eləmirəmsə 6 komanda da Cənubi Amerikadan gələcək ki, maraqlıdır. Cənubi Amerika və yaxud da digər qitələrin komandalarının Avropa klubları ilə bir yarışda görmək. Bilmirəm, nə qədər böyük maraq doğuracaq bu turnir yoxsa yox. Hər halda Gianni Infantino indidən belə bir anons verib. Belə, izləyin isə bizim səmimi söhbətimiz rubrikamız var və bugün biz məhz Elnur Məmmədli, yəni tanınmış bir judoçu ilə səmimi söhbətimiz var. Elə gəlin birlikdə izləyək səmimi söhbətimizi. Qaydacağıq. Özünüzü təqdim edin. Elnur Məmmədli Olimpiya çempionu. İdmançını uğurlu edən 3 əsas xüsusiyyət. Yəni nizam-intizam səbir də, yəni bunu. Bir də ki, bir işlə məşğul olsanız, yəni onu yaxşı eləməlisiniz. Sizi ən çox sevindirən qələbəniz kimə qarşı olub? Olimpiya oyunları final görüşü idi. Uğur gətirən rəqəminiz neçədir? Mən bütün o rəqəmlər uğur gətirməm, ona çox belə fikirləşməmişəm, amma belə 10 nömrəsi. Fobiyanız varmı? Varsa nəyə qarşı? Təbii ki, mən hündürlükdən, samolyotdan biraz çox qorxuram. Bir insanda ən müsbət özəllik nəyə hesab edirsiniz? Sədaqət. Hansı ölkədə olmaq daim arzunuz olur? İdman yolu ilə bütün ölkələrdə olmuşam, amma ən özümü rahat hiss elədiyim qardaş Türkiyədə oldu. Gələcəkdə gerçəkləşdirmək istədiyiniz ən böyük xəyalınız nədir? Ən böyük xəyalım odur ki, Azərbaycan Respublikasında Olimpiya çempionları judo idmanlarında verilsin. İstəyimiz olur, yolumuz olur ki, Olimpiya çempionluğu olsun. Bəs judonu seçməsəz hansı idmanla ilə məşğul olarsınız? Futbolla. İdman fənlərini həyatda istifadə etdiyiniz zamanlar olur? Allah da insana ağıl verib, şuur verib və həmişə danışmışıq. O səviyyəyə çatmayıb ki, o fəndləri istifadə edək. Maşın idarə edərkən ən son qayda pozuntusunu nə zaman edirsiniz? Təbii ki, mən hər maşında əyləşəndə öz təhlükəsizlik kəmərimi bağlarım. Çünki bu mənim özümə xeyri var, bu təhlükəsizlik baxımından. Amma təbii ki, olur da, yəni qayda pozuntuları olur, bilməyərəkdən olur. Etmədiyiniz üçün peşmanlıq çəkdiyiniz nəsə var? Xeyr, hələ bir mən heç vaxt peşman olmamışam nədənsə. Bəs özünüzdə ən üstün hesab etdiyiniz özəlliyi nədir? Ən böyük üstünlüyü odur ki, Azərbaycan Respublikasının vətəndaşıyam. Hansı musiqi tərzini sevirsiniz və ən sevdiyiniz ifaçı kimdir? Qeyib Əbuqovdan çox xoşuma gəlir. Həm də oradan da Qeyib Əbuqovun gözəl bir mahnıları var, onu dinləyirəm. Bəs sevdiyiniz geyim brendi? İstər George Armani olsun, müəyyən və baxır da, ayaqqabılar başqa bir olmalıdır. Hansı yeməkləri bişirməyi bacarırsınız? Cəhd eləməmişəm ki, yemək bişirim, ona görə də nə olmur. Bəs sevdiyiniz yemək hansıdır? Bizim mətbəx, bizim mətbəximizdə misli yoxdur, çatanı yoxdur. Son olaraq, əlinizdə imkan olsa, hansı dünya məşhuru ilə bir arada olmaq istəyirsiniz? Çəkicana həmişə baxmışam, amma artıq indi böyüyəndən sonra
idman baxımından da ki, Lionel Messi-dir olan da futbolçu. Çox xoşuma gəlir bir idmançı kimi. Səmimi söhbət rubrikasını izlədik. Orxan, sənə də səmimi bir sual verim. Ən çox diqqətini hansı sual və cavab cəlb etdi? Açığı Elnur Məmmədlinin bir neçə yemək növünün adını çəkməsi diqqətimi daha çox cəlb elədi. Çünki idmançılar həmişə yeməyə xüsusilə fikir verirlər də. Düz Elnur Məmmədli hal-hazırda idmançı karyerasını başa vurub Judo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. Vaxtı ilə kifayət qədər uğurlu bir karyerası da olmuşdu Elnur Məmmədlinin. Tanımayanlar üçün deyim ki, Olimpiya çempionudur, Avropa çempionudur, Dünya çempionatının gümüş mükafatçısıdır. Elə yeməkdən danışmışkən... Sən düzgün qidalanırsan? Açığı gəl bu haqda danışmayaq. Voleybolçuların qidalanması ilə bağlı bizim bir sujetimiz var, hörmətli tamaşaçılar. İdmançılar yeməklərinə xüsusilə fikir verməlidirlər ki, baxaq görək voleybolçular bu yöndə hansı addımları atırlar, ümumiyyətlə nələri yemək olar voleybolçular üçün, nələri yox. Voleybol enerji, sürət, güc və dəqiqlik tələb edən idman növüdür. Oyun zamanı voleybolçular qısa məsafələrə sürətlə sıçrayışlar edir, tez-tez istiqamətini dəyişirlər. Buna sərf olunan enerji bədən tərəfindən yalnız əzələ fosfogenlərinin parçalanması hesabına istehsal olunur. Bəs voleybolçu orqanizmin sərf etdiyi enerji və gücü necə bərpa etməlidir? Təbii ki, yaxşı istirahət və qidalanma ilə. Voleybolçu maç zamanı 100-150 dəfə sıçrayışla hərəkət etdiyi üçün onların əsas qida tələbləri digər idmançılardan bir qədər fərqlənir. Karbohidratlarla və zülallarla zəngin qidalar orqanizmi balanslı şəkildə təmin edir. Meyvə, tərəvəz, taxıl və süd məhsulları məşq, rəqabət üçün enerji deposudur. Yağa olan tələbat idmançının ağırlığından və orqanizminin göstəricilərindən asılıdır. Bütün hallarda voleybolçunun rasionuna qoz, fındıq, balıq, avokado, soya və ya digər bitki yağları ilə hazırlanmış yeməklər, salatlar daxil edilir. Voleybolçu bədəninin zədələnən hissəsini bərpa etmək üçün mütləq proteinli qidalar, yağsız ət, toyuq, dəniz məhsulları, müxtəlif pendir çeşidləri, yumurta qəbul etməlidir. Voleybolçular üçün xüsusilə vacib vitamin və minerallar natrium, kalium, kalsium və dəmirdir. Gərgin məşq seansları və həddindən artıq tərləmə zamanı elektrolit balansızlığının qarşısını almaq üçün natrium və kalium qəbul edilməlidir. Bunları isə balanslaşdırılmış pəhrizdən, eləcə də idman içkilərindən əldə etmək olar. Eyni zamanda meyvə qəliyanatlarından əldə edilən E və C vitaminləri idmançılarda reabilitasiya və əzələlərin bərpasına kömək edir. Bir voleybolçunun qidalanmasının təsviri onun içdiyi maye nəzərə alınmadan tam ola bilməz. Onlar məşq zamanı qaçma, tullanma, tərlənmə ilə 1 kiloqrama qədər çəki itirirlər. Buna görə də bədənin su ehtiyatını idarə etmək üçün oyundan əvvəl ən azı yarım litr, fasilədə də eyni maye istehlak olunmalıdır. Belə izlədik. Orxan, məncə bugünkü verilişimiz çox maraqlı keçdi. Həddindən artıq maraqlı oldu. Maraqlı qonaqlarımız da var idi. Ümumiyyətlə rubrikalarımız, elə qidalanma ilə bağlı bir sujet də izlədik. Bundan başqa video çaxlarımız, xəbərlərimiz, hər şey var idi. Səmimi söhbətimiz də var idi. Qonaqlarımız, biz Qarabağın qələbəsindən danışdıq bu günləri. Qarabağın qələbəsini xüsusilə qeyd eləmək lazımdır. Dəfələrlə demişəm, yenə deyirəm, Azərbaycan futbolunun yükünü çiyinlərində Qarabağdan başqa daşıyan yoxdur. Bunu qoy o birisi klubun nümayəndələri də, rəhbərliyi də eşitsinlər. İşləmək lazımdır, çalışmaq lazımdır. Ölkəmizi, necə deyim sənə, daha da yəni, futbol sahəsinə gedir ha söhbət. Kifayət qədər ölkəmiz haqqında məlumatı olanlar var xaricdə. Ancaq mənə elə gəlir ki, artıq futbolda da müəyyən addımları atmağın zamanıdır. İrəliyin. Qarabağı, həm də Azərbaycanlı futbol sevərlərin hər birini Qarabağın qələbəsi münasibəti ilə təbrik edirəm. Çox sağ olsun Qurban Qurbanov bir də onun drujinası ki, bizə bu sevinci tez-tez futbolda yaşadır. Təəssüflər olsun ki, Qarabağdan başqa bu sevinci bizə datdıran yoxdur. Futboldan qonaqlarımızla da ətraflı mənə ki, danışdıq. Artıq sağollaşmaq zamanıdır. Bəli, əslində tamaşaçılar bu həftə olan son buraxılışı izlədiniz. Birinci gün yenidən sizin görüşünüzə gələcəyik. Sağ olun, salamat qalın. Hələlik.